Psixoloji sağlamlıq hər zaman pozitiv görünmə olma demirəm. Görünmə deyil. Hər zaman ona buna gülmək demək deyil. Hər zaman hər deyiləni qəbul etmək də demək deyil. Psixoloji sağlamlıq çox geniş bir anlayışdır. Ancaq hazırki zamanımızda biz müəllimlərdən psixi sağlamlıq hamısından eyni dərəcədə psixi sağlamlıq bu real bir gözləmə olmaz. Məncə bu işə birinci növbədə həvəsli müəllimlərlə başlamaq lazımdır. Bunlar zorla, məcburi, gəlin siz də bu psixologiyanı belə öyrənin, elə öyrənin. Bəziləri məsələn etiraz eləyirlər. Yox, mən bilirəm psixologiyanı. Biz də psixologiya dərsi keçmişik. Psixologiya dərsi keçməklə sağlam psixikaya yiyələnmək mümkün olsaydı, biz bütün respublikanı sağlam psixikala eləyərdik dərs keçə-keçə. Belə olmur. Birinci növbədə o həvəsli olmalıdır ki, mən yaxşı bir müəlliməm, uğurluyam, uşaqlarla da çox gözəl ünsiyyətim var. Bunu biraz daha dərindən öyrənim. Mən bunu müəllimlikdə öyrənmiş ola bilmərəm. Bunu psixoloji tərəflərindən öyrənməliyəm. O şəkildə onlar cəlb olunarsa, qrup təlimlərə cəlb olunarsa, buna başlamaq lazımdır məktəbə qədərin müəllimlərindən və ibtidai sinif müəllimlərindən.